Herkese salam, kanalıma ve videoma hoş geldiniz. Bugün sizlerle informatika 2. sınıfı işleyecek. Bu videoların devamı için kanalıma abone olup like atmayı unutmayın. Obyekt nedir? Şəkildə hansı əşyaları görürsünüz? Bu əşyaları bir sözlə necə adlandırmaq olar? Şəkildə velosiped görürük. Velosiped insanların sürməsi üçün bir avtomobil kimi gedir. Uşağın əlində isə balıq tutan var. Bu balıqları tutmaq üçündür. Bu isə vedrədir. Vedrəyə uşaq balıqları yığır. Bu əşyaları bir sözlə necə adlandırmaq olar? Adlandırdıq. Ətrafımızda çoxlu varlıqlar var. Məsələn, insanlar, heyvanlar, bitkilər, dağlar, binalar, maşınlar. Hər bir varlıqdan, eləcə də hadisədən müəyyən informasiya ala bilərik. İnformasiya ala bildiyimiz varlıq və hadisələri obyekt adlandıracağıq. Obyektlər qarışqa, dağ, qız, günəş, fil, bulud və telefon. Hər bir obyektin adı və əlamətləri var. Rəng, forma, tərkib, hərəkət obyektin əlamətləridir. Obyektin əlaməti haqqında informasiyanı duyğu üzvlərimiz vasitəsilə alırıq. Məsələn, obyektin adı dəftər, forması düzbucaqlı, rəngi göy. Obyektin əlamətlərini biz gözümüzlə görürük. Tapşırıq 1. Verilmiş obyektlərin adlarını söyləyin. 1. Dinozavr, 2. Qlobus, 3. Həkim, 4. Zebra, 5. Maşın. Verilmiş obyektlərin əlamətlərini söyləyin. Deməli, obyektin adı pambıq, bibər, kirpi və xalça. İndi buradan formasını və rəngini yazacaq. Obyektin adı pambıq, rəngi ağ, forması dairə. Obyektin adı bibər, rəngi qırmızı, forması konus. Obyektin adı kirpi, rəngi qəhvərəngi, forması oval. Obyektin adı xalça, rəngi hər rəng olur, forması dairə, kvadrat, düzbucaqlı, belə formalarda olur. Şəkildəki ayıların əlamətlərini söylə. Birinci şəkildəki ayı çox vəhşi olur. Adətən heyvanları ovlayır. İri heyvandır, meşədə yaşayır. Uşaqların dostudur, oyuncağıdır. O əşyadır, cansız varlıqdır. Birinci ayıya nisbətən daha kiçikdir. Kanalıma abunə olub like atmağı unutmayın. Sağ olun.